Tərtər rayon polis şöbəsinin təşkilatçılığı ilə Vüqar Cəfərov adına Əskipara Kənd Tam Orta Məktəbində şagirdlər üçün maarifləndirici görüş keçirilib. Tədbirin əsas məqsədi yeniyetmələri zərərli vərdişlərdən uzaq durması, erkən nikahların fəsadları və internet mühitində təhlükəsiz davranış qaydaları barədə məlumatlandırması olub. Görüşdə çıxış edən Tərtər rayon polis şöbəsinin rəis müavini, polis polkovnik leytenant İlxan Zamanov narkotik vasitələrin cəmiyyət üçün yaratdığı təhlükələrdən danışıb. O qeyd edib ki, narkomaniya təkcə insan sağlamlığına deyil, həm də ailə və cəmiyyətin gələcəyinə ciddi zərər vurur. Rəis müavini gəncləri bu cür zərərli vərdişlərdən uzaq durmağa çağırıb. Tədbir zamanı erkən nikahların sosial və psixoloji problemini yaratdığı, xüsusilə yeniyetmə qızların təhsil və sağlamlıq baxımından ciddi risklərlə üzləşdiyi diqqətə çatdırılıb. Bununla yanaşı kiber cinayətkarlıq mövzusunda şagirdlərə məlumat verilib. Onlara sosial şəbəkələrdə təhlükəsiz davranış, şəxsi məlumatların qorunması və internetdə qarşılaşa biləcəkləri risklər barədə tövsiyələr təqdim olunub. Sonda məktəblilərin sualları cavablandırılıb və mövzu ətrafında müzakirələr aparılıb. Vüsal Rafiqoğlu, Aran TV, Tərtər.